Quranla ilk tanışdıqda, Qurana müraciət edəndə insan nəyi hiss eləyir, nə gəlir Quran ayələrindən? İlkin təəssürat nədir? Quran hansı sifətlə insanı qarşılayır? Cavab budur ki, Quranın ilk insana təqdim elədiyi xüsusiyyət Allahın təkəbbürüdür. Allahın təkəbbürü. Təkəbbür pis sözdür, amma Allah üçün yox, insan üçün. Allahın bir adı mütəkəbbirdir, yəni Allah təkəbbürlüdür. Niyə onun üçün pisdir? Çünki Allah böyüklüyün özüdür. Başqalarına ona görə təkəbbür pisdir ki, onlar kiçikdir, böyülənmək istəyir. Amma bir zat ki, zatən böyüdür və əzəmətin özü odur, ona elə təkəbbür yaraşır. Təkəbbür onun vücudunun həqiqətidir. Biz ilk qarşılaşdığımız şey Allahın kitabında Allahın böyüklüyüdür. Allah böyüklüyünü bizə təqdim edir birinci. Allah üçün də böyüklük gözəl şeydir. Ola bilər biz təkəbbür sözünü o qədər mənfi işlətmişik ki, biz Allaha da deyəndə bəzi adam çaşır ki, bizə təkəbbür. Halbuki Allah özünü Allahu Əkbər, yəni Allah təkəbbürlüdür, böyüdür. Bəzi şey adama pis olan şey bəzisinə yaxşıdır. Məsələn deyək, bəzi varlığa şir həmlə eləyir, şirə həmlə eləmək yaraşır, ceyranın incə yerişi var. İndi birdən məsələn şir gəlsə elə incə hərəkət eləsə xoşumuza gəlməz, ona yaraşmaz. Ceyran gəlsə insana həmlə eləsə ona uyğundur. Bunun üçün pis olan bunun üçün yaxşıdır. Qadının bəzi hərəkətləri var ki, kişi onu eləsə pis görsənər. Qadına ayrıcadır, kişiyə ayrı. Bunlar fərqlidir. Odur ki, biz hərdən Allaha da yanaşanda özümüzə aid olan xislətlər, bizim üçün pis olan şey var ki, biz təkəbbür biz insanların düşmənidir. Amma Allah təkəbbürün özüdür, böyüklüyün özüdür. Və Quranla qarşılaşanda açırsan Quranı, ilk şey ki mən tam əminliklə sizə deyirəm, ilk şey ki insan hiss eləyir Allahın əzəmət və böyüklüyüdür. Allahın gərək əzəmətini və böyüklüyünü görəsən, qarşısında kiçiləsən, sonra gedib çatasan o ali şeylərə. Quran başdan ayağa Allahın əzəmətindən danışır, Allahın əzəmətinin güzgüsüdür. Bir nəfər alim deyim, mən dərsdə dedim ki, Quran Allahın təkəbbürünü göstərir insanlara. Tələbələrdən biri durdu dedi ki, yox, axı Bismillahirrahmanirrahimlə Quran başlayır. Bismillahirrahmanirrahim, yəni mehriban və bağışlayan Allahın adıyla. Yəni, buradan mehribanlıq, rəhmət yağır. Deyim, mən dedim, yaxşı, çöndüm lövhəyə yazdım ki, mən mehriban, ən mehriban ustadam. Belə yazdım, mən ən mehriban ustadam. Deyir, hamısı güldü mənə. Dedim, niyə güldünüz? Ona görə ki, mən öz adımı ortaya gətirdim. Allah Quranı açırsa mənlə, Bismillah Peyğəmbər əlavə eləməyib ki, mənim adımla ki, Rəhman və Rəhiməm. Quran mənlə başlayır, Allahın mən deməsi ilə. Bismillahirrahmanirrahim. O Allahın adıyla, onu Allah deyir ki, denən o Allahın adıyla ki, Rəhman və Rəhimdir. Öz adını gətirir meydana birinci, özündən başlayır bəhsi, insanla ünsiyyəti. Elhamdülillah Rabbil aləmin. Həmd elirsən, həmd Allaha məxsusdur, aləmlərin Rəbbinə. Özü deyib Peyğəmbərə ki, məni tərif eləyin. Elhamdülillah Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim, Maliki yevmiddin. Denən, İyyəkə na'budu və İyyəkə nəstəin. Ancaq sənə pərəstiş eləyirəm, ancaq özünü gətirib səhniyə. Ona görə ki, istəyir o öz təkəbbürü ilə sənin təkəbbürünü qırsın. Ürəyindən təkəbbür getsin, onun yeganə yolu budur ki, Allahın əzəməti ilə özü yerində otuzdurasan. Ürəyindən o təkəbbür gedəndən sonra, ondan sonra bax gör dünya necə gözəl. Elə bir ki, başqa cür başlayacaqsan görməyə. Gör necə ləzzətlidir, gör necə xoşdur, insanın baxışı fərqlənəcək. Burada bir irad tuta bilərsiniz mənə ki, bəziləri deyər ki, bu necə dindir? Bunun minbərdən oturub danışır, deyir ki, bu din bundan başlayır ki, insanı kiçildir. Bu iradı tuta bilərlər də bizə ki, bu din nədən başlayır? Vaiz oturub bugün minbərdə danışır, deyir ki, bu din bundan başlayır ki, adamı kiçildir, insanı zəll eləyir. Bu necə dindir?
Məsələ bundadır ki, bu din bunu başa salır ki, ucalmaq istəyirsənsə yolu kiçilməkdən keçir. Din ucalıq verir insana, amma yolu kiçilməkdən keçir. Bir mən var ki, onu ayağının altına qoyursan, əzəmət tapırsan. Artıq əzəmətin Allahın əzəmətinə qarışır. Musa əleyhissalam necə əzəmətli idi? Musa əleyhissalam Firon kimi bir hökümdarı devirdi. Gör nə qüdrət sahibi. Musa əleyhissalam. Aciz adam deyirdi ki, deyək, aciz idi, yazıq idi. Həzrəti Musa əlində bir əsa ilə iki qardaş Harunla gəldilər Fironun sarayında. Üzünə Allahın hökmlərini çatdırdılar. Firon taxta oturub gülürdü. Bu iki nəfərə bax, yoxsul gündə gəlib mənə şərt qoyurlar ki, bizim dinimizi qəbul eləsən, amandasan. Bunlar kimdir? Gülürdü onlara. Amma Musa Firona qələbə çaldı. Amma bu əzəməti Musa əleyhissalam hardan qazandı? Bu əzəməti hardan əldə elədi? Allah deyir, ey Musa, bilirsən səni niyə seçdim insanların içindən? Baxdım yer üzünə, gördüm səndən kiçilən, təvazökar, mənim müqabilində zəlil olan bəndə yoxdur. Sən namaz qılırsan, ibadət edirsən, hər dəfə ibadətdən sonra əvvəl sağ üzüyü torpağa qoyursan, sonra əyilib sol üzüyü qoyursan, bu mənim xoşuma gəldi. Sən kiçildikcə mən səni böyütdüm. Yəni kiçilmək böyüklüyün müqəddiməsidir İslamda. Amma kimin qabağında kiçilmək? Mütləq qüdrətin qabağında. O qüdrət ki, qüdrətin mənbəyi odur. Onun qüdrətinin sənə sirayət eləməsinin arasında bir mən adlı pərdə var. O pərdəni çəkirsən, sən də olursan onun qüdrətinin bir aləti. Qüdrətə çatmağın yolu İslamda budur. Kim deyər ki, İmam Hüseyin əleyhissalam zəlil adamdır, nauzubillah? Kim bu sözü deyə bilər? Mən o dəfə də dedim, dünyada da başqa millətlər, başqa dində olan adamlar da izzətdən danışırsa, şərəfli ölümdən, şərəfli yaşamaqdan danışırsa, birinci nümunə İmam Hüseyin əleyhissalamdır. İmam Hüseyin əleyhissalam dedi ki, mən ölümə razıyam, zillətə yox. Öldürmək deyir, gəlin öldürün. Mən zillətdənsə ölümü qəbul edirəm. Beyyətdənsə ölümü qəbul edirəm. İzzətin məzhəridir İmam Hüseyin. İzzət nədir? Dünyaya İmam Hüseyin çatdırdı ki, izzət nə deməkdir? Həmin bu İmam Hüseyin bu izzəti hardan alıb? Aç, bax Ərəfə duasına, orada biləcəksin. Ərəfə duasını aç, əntəlləzi mənəntə, Allahla danışır. Deyir, sən o kəssən ki, mənə minnət qoydun. Sənsən mənə minnət qoyan. Əntəlləzi ən'amtə, mənə neymət verən sənsən. Əntəlləzi əfzəltə, əgər məndə nəsə fəzilət varsa, sən məni fəzilət eləmsən. Əntəlləzi rəzəqtə, mənə ruzu verən sənsən. Mənim ruzumu sən vermisən. Əntəlləzi hədəytə, məni sən hidayət eləmisən. Baxırsan başdan ayağa əntəlləzi, yəni əntə ərəb dilində sənə deyirlər, sən yəni əntə. Bu dua əntədən ibarətdir, yəni mən yoxam, sən varsan, nəyim var səndəndir. Allahın qabağında kiçilir, Allah da əzəmət verir İmam Hüseyinə o boyda. O boyda əzəmət verir ki, qəbrinin daşı da təbərrük olur. Əzəmətə bax insandakı torpağını şəfa üçün içirlər, insanlar xəstəliklərdən azad olur. Torpağını gözünə çəkirlər. Qəbrinin daşına toxunmağı şərəf bilirlər. Ona bağlı olan hər şey izzət tapır. Alimlərdən biri deyir ki, o əsirlərdən birinin uşağı, üzr istəyirəm sizdən, dünyaya gəlməmişdən sikt oldu, uşaqdan azad oldu. Uşaq düşdü ananın bətnindən, əsirlərdən birinin uşağı. O dünyaya gəlməmiş uşağın da qəbri ziyarətgahındır. Bu körpədir ki, dünyaya gəlməyib, ana bətnindən düşüb. Nə var ki, hansısa tellə gedib İmam Hüseyinə bağlıdır. O əsirdir, İmam Hüseyin yolunda, o da o əsrin dünyaya gəlməmiş uşağıdır. Allah bu izzəti verib ki, o körpə uşağa da gedirlər, təzim edirlər insanlar. Bu qüdrəti hardan tapıb İmam Hüseyin? Bu əzəməti hardan tapıb? Bu əzəmətin mənbəyi Allah əzəməti qarşısında kiçilməkdir. Quranın ən böyük işi budur ki, Quran biz gəlirik elə bir ki, adamı nə üzlə qarşılayarlar. Quran ilk üz ki qoyur bizim qabağımıza, Allahın böyüklüyü. Girən kimi Allahın əzəməti sifəti ilə qarşılaşırsan. Allahın mənəmçiliyi ilə, Allahın təkəbbürü ilə gərək öz mənəmçiliyi əzəsən ki, daxil olasan o ləzzətlər aləminə.
o həqiqət aləminə bu qapıdan daxil olmasan, bu səni tam içində olan o dağı qopartmasa, əzməsə, sən orada olan həqiqətləri görə bilməzsən. Odur ki, birinci dəyirsən Qurana, sənə Allahın o əzəmət sifətini Allah qoyur qabağına.